Salam əziz izləyicilər. Ələddin Məmmədlinin kitabından belə bir məsələyə baxaq. Alfa, beta və gamma üçbucağın daxili bucaqlarıdır. Deməli, alfa, beta, gamma üçbucağın daxili bucaqlarıdır. Tangens alfa bərabərdir 2-də 1, tangens beta bərabərdir 3-də 1 olarsa, gamma bucağını tapın. Biz bilirik ki, üçbucağın daxili bucaqların cəmi alfa üstə beta üstə gamma 180 dərəcədir. Bizə gamma bucağını istəyir. Deməli, gamma bucağı bərabərdir 180 dərəcə çıxılsın, alfa üstə gəl beta. İndi biz tangens gammadan tapaq. Gammanın yerinə qoyaq. 180 çıxılsın, alfa üstə gəl beta. 180 dərəcədə tangens dəyişməyəcək. Yəni, özü qalacaq. Tangens alfa üstə gəl beta. İkinci rübə düşür. Baxın, 180 dərəcə, 0 dərəcə, 90 dərəcə, 270 dərəcə. 180 dərəcədən çıxanda saat əqrəb istiqamətində gedirik. Bilirsiniz ki, çıxanda ikinci rübə düşür. İkinci rübdə tangens mənfidir. Tangens mənfidir. Ona görə bunun qabağına mənfi atıraq. İndi tangens alfa üstə gəl beta düstununu yadımıza salaq. Tangens alfa üstə gəl beta. Tangens alfa üstə gəl tangens beta. 1 minus tangens alfa üstə gəl vurulsun tangens beta. Düsturu yazaq burada mənfi. Tangens alfa üstə gəl tangens beta. 1 çıxılsın tangens alfa vurulsun tangens beta. Tangens alfanın tangens betanı verib yerinə qoyaq. Tangens alfa 2-də 1, tangens beta 3-də 1. 1 çıxılsın 2-də 1 vurulsun 3-də 1. Bu deyilir mənfi. Orta məxrəcə gələndə bunu 6-ya gətiririk deyə. Baxın, bunu 6-ya gətiririk deyə bunu 3-ə vururuq. Bunu da 2-yə vururuq. Bu eləyir 6-da 5. 1 çıxılsın 6-da 1. Bu deyilir mənfi 6-da 5 bölünsün. 1-dən 6-da 1 çıxanda 6-da 5 verir. 6-da 5-i 6-da 5-ə böləndə 1 verir. Qabağında 1 var. Deməli, bərabərdir mənfi 1-ə. Yəni, tangens gamma bərabərdir. Tangens gamma bərabərdir mənfi 1-ə. Tangens 45-də 1-dir. Mənfi 1-də isə 135 dərəcədir. Deməli, gamma bucağı 135 dərəcədir. C variantı. Onlayn dərslərə qoşulmaq istəyirsə 051 988 21 71 nömrəsini əlaqə saxlaya bilərsiniz. Qulaq asdığınıza görə təşəkkür edirəm. Sağ olun.